İsmin mənsubiyyətə görə dəyişməsinə baxaq. Deməli, biz yiyəlik halda demişdik ki, yiyəlik halı sahiblik anlayışı idi və özündən sonra özünə mənsub olan bir əşyanı tələb edirdi. Elə burada yiyəlik, sahiblik, mənsubluq anlayışı ortaya çıxırdı ki, mənsubiyyətə görə dəyişmədə əşyanın nəyəsə mənsub, kiməsə aid olmağından danışılacaq. Yəni, aidlik, mənsubluq anlayışından gedəcək. Mənsubiyyətə görə dəyişmədə biz şəxslərlə aparırıq. Deməli, ismdə 3 dənə şəxs var. Bəzən testlərdə çaşdırıb yazır ki, 6 şəxs var, səhvdir. 3 şəxsi var, bunların təki var, cəmi var. Yəni, bu 6 şəxs sayılmır. Birinci şəxsin təki olur, cəm olur. 2-nin təki olur, cəm olur. 3-ün təki olur və cəm olur. Bu şəkildə gedəcək. Deməli, birinci şəxsdə biz bu formada götürürük. Tutaq ki, deyirəm ki, mənim sözündən başlayır. Mənim qələmim. Birinci gələn sözümüz yiyəlik hallı sözdür. Ümumiyyətlə, qeyd olaraq yazmışdıq ki, mənim və bizimdəki im yiyəlik haldır. Hələlik burada cəm sözünü silirəm. Təklə gedək. Digər tərəf. Burada olacaq mənsubiyyət. Yəni bu. Sonra sənin qələmin. Onun qələmi bu formada gelir. Cəm halda yenə bizim qələmimiz, sizin qələminiz, onların qələmləri. Hamısında birinci gələnlər yiyəlik hal olacaq, ikinci və digər gələnlər mənsubiyyət olacaq. Bu formada gedir. Mənsubiyyət şəkilçilərdə, qrammatik şəkilçilərdə hamısı. Yenə burada da birinci tərəflərimiz yiyəlik hal gedəcək. Digər tərəflərdə mənsubiyyət. Mənsubiyyət şəkilçilərinin qrammatik olduğunu göstərdik. Bir də nəyi yadda saxlayaq? Bəzən çaşdırır ki, mənsubiyyətdən əvvəl həmişə yiyəlik gəlməlidir, səhvdir. Yiyəlik gələ də bilər, gəlməyə də bilər. Yiyəlik haldan sonra mütləq şəkildə mənsubiyyət gəlməlidir. Amma mənsubiyyətdən əvvəl yiyəlik gələ də bilər, gəlməyə də bilər. Bu qeydimizə dəftərə yazırıq. Yenə deyirəm, yiyəlikdən sonra mənsubiyyətin gəlməyi mütləqdir. Bir dənə istisna halımız xəbər olandaydı və ya qoşmalarla işlənəndə idi. Yiyəlikdən sonra, yəni mənsubiyyət mütləqdir. Amma mənsubiyyətdən əvvəl yiyəlik gəlməyə bilər. Deyirəm ki, kitabım maraqlıdır. Nə maraqlıdır? Kitabım bu formada dəyişirik. Və qeyd olaraq yazırıq, digər qeyd olaraq ki, mənsubiyyət şəkilçili sözlər adlı xal sayılır. Yəni, burada verilən sözləri biz cümlədə adlı xal olaraq götürürük. İkinci bir qeydimizdə yazırıq. Mənsubiyyət şəkilçili sözlər hallana bilər. Yəni, mənsubiyyət şəkilçili sözləri biz yönlük, yerlik, çıxışlıq, təsirlik, yiyəlik hallarda işlədə bilərik. Şəxs şəkilçisi qəbul edir və cəm də qəbul edə bilər. Yəni, bunlar ola bilər. Şəxsə görə dəyişir və cəmlənir. Belə yazdıq. Sonra mənsubiyyətlə bağlı bir də nəyi deməliyik əsas qaydalarımızdan? Bəzi sözlər var ki, biz onları mənsubiyyətə görə dəyişərkən y bitişdiricisi artırırıq. Y bitişdiricisi artırmağımız fərqli şəkildə mənsubiyyətə görə dəyişməkdir. Testlərdə necə verir? Yazır ki, hansı variantdakı sözlər fərqli şəkildə mənsubiyyətə görə dəyişir? Bu fərqli şəkildə mənsubiyyətə görə dəyişmə y-ni qəbul etməkdir. Dəyişən sözlər. Bunlar hansılar olacaq? İki qrupa bölürəm. Bir alınma olanlar var. Bir də milli olanlar var. Alınmaya nələr aiddir? Mövqe, mənşe, tali. Tali, mənafi. Bu tip sözlərimizə aid edirik ki, bu sözləri dəyişəndə mənsubiyyətə görə y-ni artırırıq. Mənim mövqeyim, mənim mənşəyim, mənim taleyim, sənin taleyin. Millilərdə də bir nə sözüdür, bir də sudur ki, bunlara y-ni artırırıq. Yəni, testdə fərqli şəkildə mənsubiyyətə görə dəyişmə deyəndə bunları götürürük. Alınma, mövqe, mənşə, tale, mənafi, milli də su və nə olacaq. Bir də bəzi sözlər var, yenə bunu qeyd olaraq yazırıq ki, bəzi sözlərin ikinci şəxsdə, yoxsa üçüncü şəxsdə olduğunu bəzən dəqiq bilə bilmirik. Yazırıq ki, bəzi sözlərin iki,
yoxsa üçüncü şəxs olduğunu bəzən dəqiq bilmək olmur. Bu nə vaxt olacaq? Məsələn, deyirəm ki, kitabında yazılıb. Burada ıl şəkilçisi var. Amma mən dəqiq bilmirəm ki, sənin kitabında yazılıb, yoxsa onun kitabında yazılıb. Yəni, bunu dəqiq deyə bilmirəm. Dəqiq deyə bilmək üçün qabağında verməli idi. Sənin kitabın olsa, olacaqdı bu ikinci şəxs. Onun kitabı olsaydı, olacaqdı üçüncü şəxs. Yəni, qabağımızda bu tip məqamlar da çıxa bilir. Bir də bəzən mənsubiyyət şəkilçili söz tam olaraq mənsubluq bildirməyə də bilər. Məsələn, deyirəm, ölkəm, atam, anam. Yəni, tam olaraq bir əşya deyil ki, bizə aid olub, mənsub olsun. Sadəcə olaraq sahiblik, aidlik anlayışıyla biz bunu götürürük. Yəni, hər zaman mənsubluq anlayışı bildirir desək, səhv olacaq.